Fəsil dəyişdikcə bazarların piştaxtalarını da mövsümi meyvə və tərəvəzlər bəzəyir. Bəs meyvə və tərəvəzlərin qiyməti nə yerdədir? Bunu öyrənmək üçün Marniyuli bazarına üz tutduq. Sorğu zamanı öyrəndik ki, hazırda bazarda müştərilər azdır. Ona görə ki, artıq yaz fəslinin meyvələri, alça, çiyələk, gilanar kimi mövsümi meyvələrin vaxtı olmasına baxmayaraq qiymətlər hələ də yüksəkdir. Baha, bir meyvələr çox bahadır. Ala bilmirik. O da mənim uşağım nişanlıdır, hamısını baha-bahalı aparır. Bahalıq, çox bahalıq. Ala bilmirik. Məcbur eləməliyik, nə verməliyik özgə. Almaliyətlər neçə olsa da, məcburlarıq mülvər eləmək ki, alıyırıq. Məcbur balığına baxmamalıyıq. Hər şey bahadır. Mən uşaq olanda kartof 70 tetri, qarpız isə 20 tetri idi. İndi kartof 2 lari 50 tetri olub. Qarpız isə 1 lari 50 tetri. Qalanını indi siz özünüz dəyərləndirin. Təbii ki, istədiyim kimi alış-veriş edə bilmirəm. Ona görə ki, əmək haqqım ancaq 1200 laridir. Çatdıra bilmirəm. Pis deyil, dayım, hər yerdə yenə bura biraz yaxşıdır. Bahalanıb hər yer. Yox, istədiyimiz kimi ala bilmirik. Bahalaşıb hər şey. Qiymətlərin özünə gəldikdə isə çiyələk 12 lari, gilas 20 lari, bəzi yerlərdə isə 25 lariyə satılır. Ərik 10 lari, şaftalı isə müştərilərə 15 lariyə təklif olunur. Qarpız 2 laridir. Şöytəli 18 lari, çələm 12 lari, gilas 20 lari, ərik 10 lari, şöytəli 10 lari, Göycə Sultan 5 lari. Pomidor da gündə bir qiymət olur aha. Xiyar 1.50-yə var, 2-yə var, pomidor 3-ə var, 3 yarıma var. Kartop 1.50-dir. Çələm 1.50, zərbə 2 lari. Belə qiymətlərin baha olması satçı olaraq sizə nə kimi təsir göstərir? Vallah elə insan var, alan bilmir. Mənə ziyanı var. Bir baxa-baxa çıxıb gedir. Çiyələm 15 manat, 10 manat, hər qiymət var. 50 manat, 8 manat, 7 lari, baha. Bəs tələbat varmı? Alıcılar gəlib alırlarmı? Yoxsa Məcbur olan alır, olmadı alan birinə lazım, baxır, gedir. Çiyələm 10 lariyə, şaftalı 6 lariyə, ərik 3 lariyə. Ondan görə bahalıyıq, baha satırıq. Ucuz alırıq, ucuz satırıq. tələbat varmı? İnsan varmı? Başdan bax, ayağa gör varmı? İndi bizim özümüzün hər halda əlimizdə yoxdur ki. Bunlar qıraqdan gələnlərdir. Ona görə də qiymətlər normaldır. Yerli malda, məsəl üçün, qış sezonunda yenə normal qiymətə satılır. Satçılar da bu il mövsümə görə meyvələrin, xüsusilə də gilasın, vişnənin daha baha olduğunu bildirdilər. Məhsul az, qiyməti isə digər illərə nisbətən yuxarıdır.